Salon Muasel. Salamlayıram hər kəsi, xoş gördük. Bir daha Hoqqa-Rumdasınız dostlar. Ərəb dostlarımızdan xahiş elədik. Neçə aydır gözləyirdim. Misir istehsalı olan böyük firma Salon Muasel tütünü göndərdi bizə, dadına baxaq. Ərəblərin ən çox istifadə elədiyi daddır, tütündür və bunun çaşkaya doldurulması da fərqlidir, çəkimi də fərqlidir. İndi bir yerdə çəkib baxarıq. Bölüşəcəm sizlə. İnteresin belə qablaşdırması var. Mən kliplərdə zadda gördüm, kinolarda zadda gördüm onların çəkməni. Mürəbbə deyil elə tamam. Ay ya böyle. Bir tərisi var. Elə bir Gavalı qurusu zad var, elə bir şeydir. Gavalı qurusu ilə taxta hissinin belə qarışığı. Bunun yanına ancaq belə də vilka zat şey eləmir, priznavat eləmir. Misirdə falan Ərəb ölkələrində ən çox istifadə olunan tütündür. Hətta cəmaət buradan gedən və başqa ölkələrdən gedən cəmaət, turistlər də belə deyək, bunun dadına baxırlar da mütləq ki orada. Baxırlar amma bilmirəm peşman olurlar yoxsa. İndi bir yerdə görərik. Bu tabakı Misirin ən məşhur şirkəti istehsal edir. Çox yapışqan oldu ya müəllim. Birinci dəfədir ki tütündən sonra əlim bu qədər yapışqan olur, zarafatsız. Biri var elə belə yapışqan, kley kimi oldu ya bu. Mən qorxuram bundan. Hə, v общем, belə bir zabifka. Yəni çox sadədə doldurduğun, orada çəngəl, vilka falan, nə bilim, şığla ehtiyac yoxdur. Və bunun da fərqli cəhəti ondadır ki, kömürü birbaşa üstünə qoyub çəkirsən. Çox böyük kömür yox, yəni ortadan biraz balaca kömürlərdən istifadə eləmək olar. Səsi eşidirsiniz? Belə yandırmaq yoxdur da. Prikol bundadır da. Pişiriyə bu əməli başlayır. Heç tutuzdura bilmirəm də, yəni nəyə oxşuyur. Biraz yanmış taxta zat tam gəlir. Amma üstü maksimum bu da yəni. Çəkdik, baxdıq, dostlarımıza da verdik. Dadına baxdılar. Deyim ki, məsləhət görürəm, yox. Belə prob üçün, yoxlamaq üçün çəkə bilərsiniz. Əgər maraqlıdırsa. Mən niyə bunu elədim? Özümə də maraqlıydı. Yəqin ki, sizə də maraqlı olar deyə dedim, sizə də çatdırım fikirlərimi. İndi hərənin zövqü müxtəlifdir, onlar çəkirlər. Bəlkə də görməyiblər Dark Side-in zabifkalarını. Burada da biraz özümüz haqqında. Çalışıram yenilikləri sizlərə çatdırım, tanış olasınız. Kanalımıza abunə olun, like qoyun, komment yazın. Bəyənmədim. Biraz artıq çəkəndə adamın ürəyi bulanır. Bilmirəm onlar necə buna öyrəşiblər. Yəni saatlarla oturub çəkirlər. Hətta 2 dənə, 3 dənə qəlyan belə dalbadal eyni şeyi çəkə bilirlər. Bu qədər. Hoqqa-Rumdaydınız. Hər kəsə təşəkkür edirəm və Kənana da xüsusi təşəkkürümü bildirirəm qəlyana görə. Sağ olsun. Və Samir bəyə də təbii ki, bu tütünü bizə təşkil elədiyi üçün minnətdarlığımı bildirirəm. İstəyirdik dadına baxaq. Azərbaycanda tapa bilmirdim. Tapa çox Samir bəy, sağ olsun. Minnətdaram. Təşkil elədin abi. Dadına baxdıq. Peşman olduq. Amma yenə də baxmaq lazımdır ki, məlumatımız olsun. Bu qədər. Sağ olun. Görüşərik. Kanala abunə olun bir dəfə. Oy, bu daha. Bir daha. Aləm vurdum bir-birinə. Salonun təsirləridir. Sağ olun, görüşərik.